Ramal. Canım. Başlayaq müəllim. Mehdi desin ağzına. Qorxuram Mehdi'dən biraz söz deyəmir. Başlayıb müəllim əslində video. Həqiq verirsiniz? Bəli. Kamera arxası. Ramal canım uzatdı. Videomuzla boyalar. Olsun da şagirdlər müəllimlərin canlıdır. O video. Atalar sözümü yuxarıdan yazarsın deyirəm. Əziz və hörmətli millətimin hörmətli nümayəndələri, təbii ki, dərs oxuyan şagirdlərə aiddir bu. Dərs oxumayan şagirdlərə onsuz da hörmətli demək olur. Nəysə, üslubiyyat 11-ci sinifin mövzusudur əslində. 9-cu siniflər yəni üslubiyyatla bağlı olan sualları yazmağa məcbur deyirlər. Amma indidən öyrənməyiniz sizin üçün yaxşı olar. Çünki oradakı bu dil qaydaları, üslubların bir-birindən ümumiyyətlə sintezi, fərqli oxşar cəhətlər olsun. Bundan sonra keçəcəyimiz Azərbaycan dilinin ədəbi normaları olsun. Yəni bunlar hamısı çox önəmlidir. 11-də əsas lazım olan məsələlər bunlardır ki, artıq 9-da da görürük ki, bunlarla bağlı suallar düşür. Üslubiyyat nədir? Ümumiyyətlə uşaqlar, üslub deyə bir anlayış var. Üslub sözünün mənası nədir? Gülər. Üslub deyilən nə başa düşürük? Tərz, yol, elə deyilmi? Hər şeyin bir üslubu var, hər şeyin. Bax, məsəl üçün, mən nə dedim? Elxana görürsünüz, dedim, yazılan söz deməyin də bir nəyi var? Tərzi var, düzdür, yolu var. Bu baxımdan, Abdullah da bu aralar gecikmir. Azərbaycan dilinin qayda qanunlarının da bir üslubu var. Bunları hamısını uyğun bir şəkildə bir sistemə salıb, sistemləşdirib, üslubiyyat adında bir dil termini çıxardıqlar meydana. Azərbaycan dilinin üslubları. Yəni, üslubiyyat nə deməkdir? Dil qaydalarından məqsədyönlü şəkildə istifadə üslubiyyat adlanır. Dil qaydalarından məqsədyönlü şəkildə istifadə üslubiyyat adlanır. Nə deməkdir bu məqsədyönlü şəkildə istifadə? İndi uşaqlar, belə bir məsələ var. Baxın, Mehdi şeir yazmaq istəyir. Düzdür? Mehdinin daxilində fərqli bir duyğular təlatüm edir və Mehdi şeir yazmaq istəyir. Sizcə şeirini qafiyə ilə, nəzmlə, məcazlıqlarla yazmış olar, yoxsa terminlərlə? Başa düşdünüz? Demək ki, bunun məqsədi şeir yazmaqdırsa, hekayə yazmaqdırsa, öz hisslərini, duyğularını insanlara çatdırmaqdırsa, bu artıq keçəcək məcazi ifadələrdən, qafiyədən, nəzmdən bu formada istifadə edəcək. Yox, bu adamın fikri riyaziyyat haqqında elm yazmaqdırsa, sizdə riyaziyyatda sinusu, kosinusu, tangesi, kotangesi falan nəzmləşdirib şeir şəklində yazmaq mı doğru olar, yoxsa onlara ən gözəl şəkildə terminologiyasını verərək izah verməklə mi doğru olar? Demək ki, məqsəd, bax, məqsəd yönlü şəkil dedik. Məqsədi artıq elmi bir əsər yazmaqdırsa, istifadə edəcək terminologiyada. Başa düşdünüz? Başqa keçdik. Məsəl üçün, məişət üslubu deyə bir üslubumuz var. Bu, insanların gündəlik cəmiyyətdə danışıq zamanı istifadə etdiyi bir dildir. Düzdür? İndi baxın, düşünün ki, yemək süfrəsində oturmuşsunuz, ata, ana, nənə, baba bir söhbət eləmək istəyirsiniz. Sizcə söhbəti şaircəsinə, davamlı şəkildə şeirlə mi danışarsınız, yoxsa bütün cümlələri qayda qanunla, uyğunla mı danışarsınız, yoxsa sadə və təbii bir şəkildə, sərbəst şəkildə mi danışarsınız? Gördünüz mü? Demək ki, artıq buradakı məqsədimiz normal söhbət eləyib dərdləşməkdirsə, burada artıq başqa bir üsuldan istifadə edəcəyik. Bax, buna görə də üslubiyyat bölünübdür bir neçə fərqli mərhələyə. Ümumi olaraq, üslublar iki cür olur uşaqlar. 1. Fərdi üslub. 2. Funksiyonal üslublar. Funksiyonal üslublar. Uşaqlar, fərdi üslub özünü funksiyonal üslublarda müəyyən qədər göstərə bilir. Bu nədir? Bunu ehtiyac yoxdur, ümumiyyətlə, belə deyək də. Bununla bağlı çox sual düşmür. Fərdi üslub sadəcə nədir? Hər bir ədəbiyyatçının, hər bir elm adamının özünün xüsusi bir yazı qaydası var, xüsusi bir dil qaydası var. Məsəl üçün, fərdi üslubu mən sizə necə izah edeyim? Deməli, deyək ki, Azərbaycan dilindən biz oxumuşuq universitetdə nə? Azərbaycan dili qrammatikası, Azərbaycan dili mən tarixi qrammatikası, nə bilim, nəsə və s. Burada belə bir məsələ var ki, deyək orada morfologiya haqqında bir Afat Qurbanov deyə bir alim var, Qəzənfər Kazımov deyə alim var, Əbdüləzəl Dəmirsizadə var, bu alimlərin adları var. Düzdür? Üçü də Azərbaycan dili qrammatikasını yazıblar, məsəl üçün.
Amma sən kitabı oxuyanda görürsən ki, Afat Qurbanovun dili çox qəlizdir, başa düşmək olmur. Amma Qəzənfər Kazımov oxursan, rahat başa düşürsən ki, artıq burada nə demək istəyirsən. Başa düşdünüzmü? Burada artıq üslub elmi üslubdur. Amma fərdi üslub özünü göstərir. Hər kəsin özünün fərdi bir dil qaydası var, fərqli bir yazma tərzi var. Başa düşdünüzmü? Və yaxud da məsəl üçün hekayə oxursan. Hekayə oxuyanda Abdullah Şaiqin yazdığı hekayələrlə Cəlil Məmmədquluzadənin hekayələr arasında kəskin fərq var. Cəlil Məmmədquluzadə daha çox satira, daha çox kinayə ilə yazır. Sətiraltı ifadələri daha çox olur. Abdullah Şaiq yazanda isə daha axıcı olur, fərqli şəkildə. Məsələn, köç hekayəsi var. Uşaq görürsünüz, gedir yaylağa babasının yanına, nə bilim, orada babasının danışdıqları, qızıl itlə bağlı hekayələr falan. Görürsünüz, belə fərqli şəkildə adam aparır oralara. Bildinizmi? Fərdi üslub bu deməkdir. Funksional üslublar, funksional üslub özdə bölünür bir neçə yerə. Hansı yerlərdir? Baxırıq. 1. Bədii üslub. 2. Publisistik üslub. 3. Elmi üslub. 4. Rəsmi işgüzar üslub. 5. Məişət üslub. Bunun ən qədimi və ən geniş yayılanı bədii üslubdur. Ən cavanı, ən sonda yaranan isə məişət üslubudur. Bunların hamısını ayrı-ayrı keçəcək uşaqlar. Hər üslubun özünə məxsus bir özəlliyi, bir xüsusiyyəti var. Birinci başlayacaq bədii üslubdan. Bədii üslub nədir? Uşaqlar, bədii üslub, bədii əsərlərin dilidir. Bədii əsərlər nələrdir? Ədəbiyyatda oxudunuz, bütün romanlar, hekayələr, povestlər, osetlər, novellalar, şeirlər, qəzəllər, qəsidələr, ümumiyyətlə, poemalar. Bədii ədəbiyyatda nə yazılıbsa əsər olaraq, onların hamısı bədii üsluba aiddir. Bədii üslub özünü iki formada göstərir. Bir, nəzm formasında, bir də nəsr formasında. Nəzm sözünün mənası nədir, bilirsinizmi? Nizamla düzülən sözlər. Baxın, nəzm budur. Məsəl üçün, Nizami Gəncəvinin adının İlyas olduğunu bilirsiniz yəqin. Nizami deyil. Sadəcə nəzmə çəkən, ahənglə, qayda-qanunla sözləri qafiyələndirən Mehdi Quliyev həzrətləri qulaq əslərsin. Bu cür bacarığı olan bir insan olduğu üçün neyinlikdir? Özündən Nizami adı təxəllüsünü götürüb. Nizami nəzmə çəkən deməkdir. Başa düşdünüz? Nəzm eləyən. Şeirlər, yəni şeirlərin hamısı nəzm formasındadır. İndi nəzmlə yazılanlar hansılardır? Bütün şeirlərin hamısı. Yəni, elə bir şeir yoxdur, qarşımıza çıxsın və biz deyək ki, bu elmi üslubdadır. Hamısı bədii üsluba aid olan şeylərdir. Şeirlərdə nəyi görürük biz uşaqlar? Ahəngdarlıq. Ahəngdarlıq, yəni burada həmçinin deyilir ritim, yəni bu da nədir? Qafiyə. Qafiyə əsas odur ki, hər misranın sonunda gələn, bilirsiniz də, yəni ədəbiyyatdan hazırlığa gəlməsəz belə, şeir oxuyanda görürsünüz ki, şeirin sonunda nə var? Müəyyən sözlər var ki, bir-birinə uyğun səslərin oxşarlığı var da, səs oxşarlığı var ki, o cür sözlərin hamısı misraların sonunda gəlir və bunlar bir-birindən ahəngdarlıq, ritm yaradır. Bu ritmik səslər, ritmik sözlərdə nədir? Qafiyə sayılmış olur. Nəsr formasında isə yazılan uşaqlar, nəsr adi cümlə deməkdir. Adi cümlələr şəklində hansı əsərlər yazılır? Romanlar, hekayələr, nağıllar, povestlər, lətifələr. Başa düşdünüzmü? Özünü iki şəkildə göstərir. Belə. İndi keçirik bədii üslubun xüsusiyyətinə. Bədii üslubda hansı xüsusiyyətlər var uşaqlar? 1. Məcazlıq. Məcazlıq. İndi məcazların növlərindən onların hamısını bir keçəcəyik. Obrazlılıq. Obrazlılıq. 3. Emosionallıq. Buna belə uzun verək. Sonra nə var idi? İfadəlilik deyiləcək bir şey var. İfadəlilik. Bir də uşaqlar, məcazlıq sözü, obrazlıq sözü bəzən qarşınıza çıxır nə kimi? Ekspresivlik sözü kimi. Ekspresivlik. Yəni bu sözü görsəz, qorxmayın ki, ayda bu sözü bilmir yaxın nə demək. İndi baxaq. Bədii ədəbiyyatın özəlliklərindən biri dedi ki, məcazlıqdır. Yəni nə? Məcazi mənalı sözlərdən, məcazi ifadələrdən istifadə eləmək. Əgər bir ifadəni məcazi şəkildə, məcazlıq qataraq insanlara çatdırırsansa, bu ifadəlilik sayılır. Məsəl üçün, var ki, gün çıxdı, düzdür?
Bunu daha ifadəli şəkildə necə deyə bilərik? Gün öz qızıl tellərini yerə səpələdi. Gördünüz? Tamamilə fərqli bir ifadəlik çıxdı meydana. Bax, bu ifadəlik həm də obrazlıq sahibdir. Anladıq mı? Günəş səhər tezdən bizi salamladı. Günəş necə salamlaya bilər? İnsanın hərəkətini günəşə köçürdük. Burada bir metafor yarandı. Metafor yaransa burada bir məcazlıq yarandı. Bu məcazlıq ifadəli şəkildə, yəni obrazlı şəkildə bunu insanlara çatdırmaqdır. Bax, həmən bu ifadələrin hamısına da deyirlər nə? Ekspresivlik. Nərmin, başa düşürsən? Gözəl. İndi həmçinin uşaqlar, bədii ədəbiyyatda nə var dedik? Emosionallıq var dedik, emosionallıq. Məsələn, uşaq var ki, deyirik, emosiyalarını ifadə edə bilmir. Emosiyalarını kontrol edə bilmir. Bu nə deməkdir? Dərsin ortasında bir də görsən bir şey deyirsən, hansı uşaq başladı ağladı. Və yaxud da məsələn, gülməli bir şey danışırsan, hamı gülür, dayanır. Məsələn üçün, Fuadın səsi kəsə bilmir, dərsin axırına bir də hırıldayır. Başa düşdünüz? Emosiyalar budur. İndi, bədii ədəbiyyatda emosiyalar var. Necə olur? Məsəl üçün, Molla Nəsrəddin lətifələrini oxuyanda istər-istəməz qımışırsınız, gülürsünüz, hırıldayırsınız. Düzdür? Mehdi gülmür. Və yaxud da 6-cı sinifdə səhv eləmirəmsə, 6-cı sinif ədəbiyyat kitabındadır. Əli Səmədlinin Qanlı Bənövşə əsəri var. Düzdür? Orada məsələn Azərbaycanlı qızın erməni qızlarla dostluq eləməsi, sonra onların xəyanəti, sonra həmən o qızı ən sonunda atası gedib öldürülmüş, güllələnmiş şəkildə tapmış olur. Burada istər-istəməz valideyn olan hər kəs xüsusilə və yaxud da məsələn duyğusu olan hər kəs o vəziyyətə istər-istəməz gözü yaşarır, kövrəlir, ağlayan biri olur. Düzdür? Gördünüzmü? Emosiyalar fərqli bir şəkildə meydana çıxmış olur. Həmçinin Gülarə xanım Bəxtiyar Vahabzadənin kitab haqqında belə bir şeiri var. Necə bir şeiri var? Deyir ki, kitab sirli müəllimdir, sinəsində min aləm var. O insanı uşaq kimi gah güldürər, gah ağladır. Yəni emosiyalarını dəyişir. Belə, başa düşdük bu hissələri. Anladıq. Nə gözəl. Deməli, uşaqlar, məcazlıq. Məcazlar özünü iki formada göstərir. Bir, bədii təsvir vasitələri. Bax, bədii təsvir vasitələri və bədii ifadə vasitələri əsasən ədəbiyyatda, ədəbiyyat nəzəriyyəsi içərisində öyrənilən bir məsələdir. Sadəcə belə bir məsələ var ki, biz mətnləri işləyəndə ümumi olaraq dilin imtihana saldığı mətnlər iki üslubda olur. Yalnız iki üslubda olur. Həmişə birinci, görürsünüz, hekayə kimi, nağıl kimi bir şey olur. Bu bədii üslubdadır. İkinci isə məlumat xarakterli olur. Bu da publistik üslubdadır. Bundan kənara çıxmır. Kənara çıxdığı nə ola bilər? Publistik üslubun içərisində terminologiyadan istifadə edərək elmi üslubat bir cümlə sala bilər. Və yaxud da orada məcazlıqdan istifadə edə bilər. Və bu zaman nə edir? Mətnin üslubuna uyğun olmayan ifadəni tapın. Və yaxud da bədii üslubda hər hansısa bir cümlə verər. Deyər ki, bədii üslubda altından xətt çəkilmiş cümləni üsluba uyğun zənginləşdirin. Bu kimi ifadələr var ki, dövlət imtahanında mütləq şəkildə düşür və ona görə bizim bədii təsvir ifadə vasitələrini bilməyimiz mütləqdir. Tamam mı? İndi baxaq, bədii təsvir vasitələri nələrdir və maraqlıdır? 1. Epitet. Kim onu orta məktəbdə də oxuyan uşaqlar mütləq şəkildə bilirlər. 5-ci sinifdən izah olunan məsələlərdir. Epitetin başqa bir adına deyirlər bədii təyin. Bədii təyin deyəndə, bədii nə deməkdir uşaqlar? Məcazi. Tamam mı? İndi buradan bir dənə qırağa çıxım, bir məsələ deyim sizə. Ümumi olaraq mətnlərdə bizdən sözün üç funksiyası soruşurlar. Ümumiyyətlə bir sözün üç funksiyası var. Bir, informativ funksiya. İnformativ nədir? Həqiqi. Sözün əsl həqiqi mənası. 2. Poetik funksiya. Poetik nədir? Məcazi. Başqa bir adından desək, bədii. Sözün bədii funksiyası, poetik funksiyası, yəni məcazi mənası. 3. Sözün terminoloji funksiyası. Yəni bir sözün termin kimi işlənməsi. Məsəl üçün, qan sözünü, indi dimin mətnlərini işləyəndə görəcəksiniz. Qan sözünün 3 mənasının üçündə də işlətmək olur. 3 fərqli funksiyada. Məsəl üçün, qan qırmızı və ağ cisimciklərdən ibarətdir falan desə. Qanın deyək ki, biologiyada tərifini deyəsə olsaq, nə olacaq? Terminoloji mənası olacaq. Termin olacaq qanunda. Və yaxud da gen sözü. Gen nə deməkdir? Genin mənası nədir? Açıqlaması nədir? İzah verəsi olsan, bioloji bir termin olaraq nəzərdə olmuş olacaq.
Keçdik. Qan sözünün həqiqi mənası. Məsəl üçün deyirəm ki, bıçaq kəsdi, əlimdən qan çıxdı. Buradakı qan artıq bir maddə olaraq bilirik ki, nədir? Həqiqi mənadadır. Elə deyilmi? Qan sözünü poetik mənada, yəni məcazi mənada işlədəndə necə olmuş olacaq? Məsələn, uşaqların dərs oxumamağı qanımı yaman qaraldı. Gördünüz? Qanı qaralmaqda artıq bu məcazi olmuş olacaq. Elədir amma. İndi keçirik bədii təyin. Uşaqlar, təyin normalda bilirik ki, hər bir sözün əvvəlində gəlir, onu izah edir. İzah edən sözdür. Məsəl üçün, dərin, quyu. Əslində, necə quyu deyərək, dərin sözü təyindir. Amma bədii təyin deyil. Niyə görə? Çünki quyu həqiqətən dərin ola bilər. Bu, əsl mənasıdır. Amma biz bunu epitet eləmək üçün dərin sözünü necə deyəcəyik? Dərin düşüncə. Artıq buradakı dərin sözü nə olacaq? Epitet olacaq. Niyə görə? Çünki məcazi sözdür. Və yaxud da olsun şirin. Baxın, şirin sözü əgər qoğal sözünün əvvəlində gələrsə Mehdi, bu olacaq əsl həqiqi mənasında. Bədii təyin sahibi epitet olmayacaq. Amma şirin sözü yuxu sözü ilə işlənəcəksə, artıq bu nə olacaq? Epitet olacaq. Çünki bədii təyindir, yalancı sözdür, məcazi mənalıdır. Fikrimi çatdıra bildim? Kənan. İbrahim. İbrahim, tam dik otur, dərsə diqqətlə qulaq as. Abdullah'ın, Abdullah, başını gizlətlə zəhmət olmasın. Tamam. İndi bəzi hallarda fərqli epitetlərlə qarşılaşa bilirik. Məsələn, bəzi müqəyyət epitetlər deyirlər, Dədə Qorqud eposunda falan rast gəlirik. Məsələn üçün, alma yanaq. Alma yanaq. Üzdürmü? Gül üz. Və yaxud da ay çöhrəsi işıq saçırdı. Ay çöhrə demək necə? Bax görürsün, buradakı alma da, gül də, ay da. Düzdür? Məsələn, Dədə Qorqudda başqa bir ifadə var. Badam ağızlı. Buradakı badam sözü nədir? Necə sualına cavab verən yalancı mənalı sözdür. Bunlara da epitetlər deyirlər. Çöhrə sifətlər. Çöhrə sifətdir. Başa düşdünüz epitet nədir? Necə olmuş olur? Anladıq? Aysa. İkinci, metafor deyiləcək bir təsvir vasitəsidir. Metaforun başqa adı istiyarədir. Metafor, istiyarə nə deməkdir? Köçürmə deməkdir. Köçürmə. Uşaqlar, köçürmə nə olacaq? Deməli, metaforda biz nəyə rast gəlirik? İnsana, yəni canlıya aid hər hansısa bir hərəkətin, təbiətin cansızın üzərinə köçürülməsidir. Bunu hansı halda görəcəyik? Deyirik ki, bulut və bulutlar mənim bu dərdimə ağladı. Bulut ağlaya bilərmi? Sadəcə yağışın yağmasını insanlar fərqli bir ifadəliyə bildirirlər. Bulutlar ağladı. Bunu başqa cürdə deyirlər. Bulutlar yaş köynəyini sıxdı. Bulut nətər köynək giyinə bilər? Və yaxud buludun köynəyi varmı ki, bulut yaş köynəyini neynədir? Sıxdı. Yaş köynək sıxanda adətən necə olmuş olur? Su tökülür, elə deyil. Eyni formanı gətirib neynəyib, köçürüb buludun üstünə fərqli bir don geyindiribdir həmən ifadəyə. Oldu mu? Sonra başqa metaforlar necə var? Məsələn, təbiət yatdı. Təbiət oyandı. Təbiət yaşıl doyununu geyindi. Dağların zirvəsi ağa bürünür. Yadınıza gəlirmi? Sifəti keçəndə elə bir şeir var idi. Şeirin ilk misrasında ağ sözü var idi ki, tamamlıq isimləşmiş sifət idi. Məsələn, orada da dağların zirvəsi ağa bürünür. Nə deməkdir bu? Yəni, qar yağdı əvəzinə fərqli bir ifadəli formada belə bir şey işlətmiş. Nihat Mahmudov. Elə deyilmi? Bildiniz uşaqlar metafor nədir? Anladıq? Gözəl. İndi bir də bəzi fərqli müraciətlər var. Müraciətlərdə nələr var uşaqlar? Məsələn, gülüm, çiçəyim, canım, nə bilim, böcəyim, inəyim və s. kimi müraciətlər var. Düzdür? Məsələn, ata öz qızını çiçəyim deyə çağırır. Gülüm deyə çağırır. Burada nə deməkdir? Yəni, çiçəyin, gülün gözəlliyi, tərabəti, qoxusunu öz övladının üzərində köçürmüş olur.
Başa düşdünüz? Bax, bu cür bədii xitab sayılır həmsinin bunlar. Bu cür ifadələr nə sayılacaq? Metafor sayılacaq. Oldu? Var mı metaforla bağlı sualınız? Yoxdur, nə gözəl. Keçirik 3. Təşbih. Uşaqlar, təşbih bənzətmə deməkdir. Bənzətmə. Təşbihdə 4 üsul var. 1. Bənzəyən, bənzədilən. 3. Bənzətmə, benzəvan. Bənzətmə qoşması. 4. Bənzətmə əlaməti. Baxın, buradakı əlamət məsələsi nisbi xarakteri daşıyır. Bu bəzən hərəkət də ola bilər. İndi baxaq görək necədir. Təşbih nə demək? Şöyle, təşbihdə hər hansısa bir əşyanın əlaməti olur, yuxun gəlmir. Hər hansı bir əşyanın əlaməti özündən o əlamətcə daha üst səviyyədə olan bir əşyanın əlamətinə, adına bənzədilir. Məsəl üçün, deyək ki, nə var? Deyək ki, biz alma yeyirik. Alma şirindir. Düzdürmü? Amma almadan daha şirin olan, həyatda belə deyək də, ən şirin olan maddə nədir? Bal. Bənzədilən nə oldu? Bal. Bəs bənzətmə qoşması necə olacaq? Kimi və yaxud da tək. Bənzətmə əlaməti. Balın əlaməti necə idi? Şirin. Alma, bal kimi şirindir. Bu oldu tam-tamına bir təşbih. Gördünüz? Alma, bal kimi şirin dadır da deyə bilərsən. Bunun bəzən başqa bir şey ola bilər. Məsələn, balan bal kimi şirindir. İnsanlar öz övladlarını, babalar nəvələrində nə edir? Bala bənzədirlər. Bal kimi şirindir deyil. O da təşbih olmuş olacaq. Və yaxud da, məsəl üçün, filan kəs. Filan kəs deyirik ki, tülkü kimi necədir? Tülkü kimi hiləgərdir. Baxın, İnsan hiləgər ola bilər, amma daha hiləgər, hiləgərliyin simvolu kimi ad çıxartmış heyvan hansıdır? Tülkü. Məsəl üçün, X şəxsi bənzətmişik tülküyə, hiləgərliyinə görə. Düzdür? Daha güclü olan bir şey nədir? Məsəl üçün, əskər var, deyək ki. Əskər güclüdür, döyüşür. Amma daha güclü bir şəkildə döyüşən əjdaha, şir. Məsəl üçün, əskər, şir təki döyüşür. Baxın, uşaqlar, döyüşürdə artıq əlamət deyil, hərəkət verilmiş oldu. Bəzən qarşımıza belə bir şeylər də çıxa bilər və bunlar sizi çaşdırmasın. Əskər şir təki güclüdür də deyə bilərik. Şir təki döyüşür də deyə bilərik. Yəni, hər ikisində də təşbih yaranır. Ona görə bayaq dedim ki, əlamət nisbi məsələdir. Doğru. Gev evdə yatarsan, yaxşı. Hətta istəyirsən, dur gev. Başa düşdük burasını. Baxın, bu təşbihlərin bir də belə bir versiyası qarşımıza çıxır. Mükəmməl təşbih deyirlər ona, buna müfəssəl təşbih deyirlər. Yəni, fəsillərini ayrı izah edirik. Bənzəyən və bənzədilən. Baxın, bu ikisinin iştirak elədiyi təşbihlər mükəmməl təşbih sayılır. Məsəl üçün, bayaqların dedik ki, alma bal kimi şirindir. Alma bənzəyəndir, bir də bənzədilən olaraq nə edirik? Alma baldır. Əskər şirdir. Nə bilim, filan kəs tülküdür. İkisini veririk sadəcə. Bənzəyən və onun əlamətini bənzətdiyimiz. Bu da olacaq təşbih. Başa düşdük? Arada söz ola bilməz. Kimi təkiz olmayın. Ola bilər. Ola bildik. Yəni, bu da oldu. Onun bu versiyası da var. Başa düşdük? İndi uşaqlar, bu şeyi qarışdırmamaq lazımdır. Bəzən epitet ilə təşbih qarışdırılır. Hansı halda? Biri var ki, saçı şəlaləyə bənzədirlər. Düzdür, məsələn, qızların uzun saçını bənzədirlər şəlaləyə. Deyir ki, şəlalə saçlı. Baxın, şəlalə saç. Buradakı necə sualına cavab verdiyi üçün, necə? Olacaq nə? Epitet. Bir də belə bir şey var ki, deyir ki, saçın nədir? Şəlalədir. Baxın, bunu təşbihlərdə belə eləyəcək. Saçın şəlalə kimi gürdur, dalğalıdır, şəlalə kimi uzundur. Demək əvəzinə, birbaşa deyir ki, saçın şəlalədir. Alma yanaq var idi bayaq. Təşbihlərdə necə eləyəcək? Yanağın almadır. Mahnında da var, qaşların kamaldır.
Düzdürmü? Eşitmisiniz yəqin ki. Bax, bu kimi ifadələrdə artıq bənzəyən və bənzədilən varsa, mükəmməl təşbih meydana gəlir. Oldu mu? Belə bir ifadə çıxacaq qarşımıza. Məsəl üçün, təbiət varlıdır, təbiət zəngindir və yaxud da təbiət xəsisdir. Mikail Müşfiqin şeirində çıxır bu, təbiət varlıdır, təbiət xəsis, elə bir ifadə. Və yaxud da Dimin bir sualı var idi. Meşə laldır. İndi uşaqlar, sizcə bu ifadə hansı təsvir vasitəsi olacaq? Yaxşı, varlı hansı əşyanın adıdır? Və yaxud da lal hansı əşyanın adıdır? Hansı əşyadır ümumiyyətlə? Hansı varlıqdır? Heç bir varlıq deyil. Baxın, burada bir əlamət var. Varlı və zəngin olmaq, xəsis olmaq nəyə məxsusdur? Kimə? İnsana. Lal olmaq kimə məxsusdur? İnsana. Düzdür? Biz nə edirik? Baxın, burada bu şeyləri qarışdırmayın uşaqlar. Burada artıq təbiət varlıdır və ya meşə laldır deməklə biz bir əlamət göstərmiş oluruq burada. Bu mükəmməl təşbih sayılmaz. Bu nə sayılacaq? Metafor sayılacaq. Köçürmə var. İstiyarə var. Oldu mu? Bir daha başa düşdünmü? Maşallah. Nə gözəl. Keçirik növbəti metonimiya. Metonimiyanın mənası ad dəyişmədir. Uşaqlar, metonimiya da çox rahatdır. Burada nəyə diqqət eləməliyik? Fikrimizdə tutduğumuz bir əşyanın, bir varlığın əvəzinə onu bizə xatırladacaq başqa bir ad çəkmiş olur. Bu adı çəkdiyimiz zaman isə yenə də fikrimizdə tutduğumuz məsələ qalır meydanda. Məsəl üçün, mən fikrimdə tuturam pambıq, amma nə deyirəm? Ağ qızıl. Ağ qızıl nədir? Pambıq. Baxın, Azərbaycanın qara qızılı onun dünyada tanıtdı. Gördünüz, əslində fikrimdə tutduğum nədir? Neft demək istəyirəm. Neftin adını dəyişirəm, qara qızıl edirəm. Neft. Bunu dəyişirəm, pambıq edirəm. Məsəl üçün, Səməd Vurğun Ceyran şeirində deyir, ofçu insaf elə keçmə bu düzdən, o çöllər qızını ayırma bizdən. Çöllər qızı deyəndə nəyi nəzərdə? Ceyran. Gördünüz mü? Fikrində Ceyranı tutub duram, onu fərqli bir ad verib. Eləyibdir nə? Metonimiya. Və yaxud da deyir ki, niyə incimisən ha dağlar qızı? Dağlar qızı deyəndə nəyi nəzərdə tutur? Laləni nəzərdə tutur. Gördünüz? Bax, burada artıq dağlar qızı dedikdə lalənin olması bu bir metonimiya sayılır. Hikmət. Anlayırıq uşaqlar. Gözəl. Metonimiyadan sonra başqa nə var? Məsəl üçün, deyirəm ki, deyək ki də, məsəl üçün, şimal qonşumuzdan həmişə ehtiyat etməliyik. Şimal qonşumuz deyəndə nəyi nəzərdə tuturuq? Rusiyanı nəzərdə tuturuq. Məsəl üçün. Və yaxud da şimal qonşumuz tərəfdən soyuq küləklər əsir. Şimal qonşumuz deyəndə Rusiyanı nəzərdə tuturuq. Bunun başqa bir adı da var. Məsəl üçün, deyək ki, bəzi insanlar deyirik, mən Nizamini dəfələrlə oxumuşam. Əslində nə demək istəyir? Nizami əsərlərini. Və yaxud da deyir ki, mən Füzulinin vurğunuyam. Füzulinin vurğunu olası deyil də, hər halda Füzuli gedibdir. Düzdür, Füzulinin yaradıcılığının, onun, belə deyim də, özünün dəsti xəttinin, üslubunun vurğunudur. Yəni. Sabiri dönə-dönə oxudum. Başa düşdünüz, metonimiyada olan bir şeydir. Belə, indi uşaqlar, yaxşısınız, üzünə su vurmaq istəyən var. Bayaqşı mənələri bir basar bilərsiniz. Necə? Bayaqşı mənələri bir basar bilərsiniz. Bunu? Buyur. Sualın varsa, əlavə bir iki dənə də nümunə deyə Bir bilir. şey baxmaq istəyirdim. Nəyə? Nizami cəsələri oxumuşam baxırsın. Aha. Quruluşa baxırdım. Hə. Nizamini oxudum. Nizamini əzbər bilirəm. Məsələn, bu kimi ifadələrdə də fərqi yoxdur. Yəni, onun əsərlər əvəzinə birbaşa özünün adı deyilsə, sayılacaq nə? Metonimiya. Qadının bir dənə bədii ifadə vasitələri.
Bunu da keçək inşallah. Bugün sadəcə bədii üslubu keçəcək. Növbəti dərs digər üslublarda inşallah keçəcək. Zaten qulaq asırsan? İnşallah. Yəni eşidirsən də əsas olur. İnşallah bədii ifadə vasitələri təsvir vasitələrindən fərqlidir ki, orada ifadəlik məsələsi meydandadır. Bunun lap başlanğıcında inversiya görülür. Ona görə təsvir vasitəsi deyil ki, bədii ifadə vasitəsi işlənən cümlədə bəzən məcazlıq olmaya da bilir. Amma ifadəli şəkildə insana çatdırır. Məsələn, inversiya nədir? Söz sırasının qəsdən pozulması. Əslində, biz bilirik ki, söz sırası olaraq təyin, mübtada, tamamlıq, zərfli xəbər gəlməlidir. Düzdür. Amma inversiyada nə olmuş olur? Daha çox xəbər öz yerindən oynayır, gəlir əvvələ. Bu da nədir? Şeirlərdə daha çox qafiyə sisteminin uyğunlaşması üçün. Məsəl üçün, deyirəm ki, buludlar uzaqdan lay-lay görünür. Düzdür? Buludlar uzaqdan lay-lay görünür. Bu cümlədə heç bir problem yoxdur. Amma biz bunu inversiya ilə də yazacağıq ki, uzaqdan görünür. Baxın, xəbəri gətirdim, saldım bura. Uzaqdan görünür, buludlar mübtədasında keçdi ondan sonraya, lay-lay sözü də laf gəldi axırı. Bir qafiyə sisteminin uyğunlaşması üçün bu cür şeylər ola bilir. İndi nəyə diqqət edəcəyik biz? Doğru. Biz dərsə diqqət edəcəyik ki, bəli gözümə girsin, qulaq asmırsan. Diqqət edəcəyik ki, xəbər şeirlərin sonundan adətə oynayır, gəlir əvvələ. Düzdürmü? İndi məsəl üçün Füzulinin bir qəzəli var. Qəzəlin lap başında baxırıq ki, şeir olmasına baxmayla, məsələn, burada inversiyon nə deyilər? Məni candan usandırdı, xəbər sonunda. Cəfadan yar usanmazmı? Problem yoxdur. Fələklər yandı ahımdan, baxın, fələklər yandı xəbəri gəlir, ahımdan tamamlığı keçir, yandı xəbərindən sonra artıq inversiya var. Başa düşdünüz? Sonra lap arada deyir, Füzuli rindü şeydadır, həmişə xalqa rüsvadır. Sorun, kim, bu nə sevdadır? Bu sevdadan usanmazmı? Var burada nəsə bir inversiya. Yəni, şeir olmasına baxmayaraq uşaqlar, bəzi hallarda inversiya olmur. Niyə? Çünki bütün xəbərlər hamı sonda gəlir. Burada diqqətli olmaq lazım. İkinci, mübaliğə. Mübaliğə həddən artıq şişirtmə deməkdir. Hiperbola. Şişirtmə. Bir əlaməti, bir hərəkəti, bir məsələni nəzərə çatdırmaq üçün bəzən onu həddən artıq dərəcədə çoxaldırıq, gözümüzdə böyüdürük. Yəni. Məsəl üçün, biz gələk, ədəbiyyatda uşaqlara keçmişik təbii ki. Qaraca çoban haqqında Dədə Qorqudda nə deyir? Deyir ki, onun gücünü nəzərə çatdırmaq üçün deyir, qaraca çoban deyir, sapandına daş bağlayıb atardı, atdığı daş yerə düşməzdi. Da bilməm hara gedilmiş, yerə düşməzdi. Görün, nə qədər böyle fantastik bir şeydir daha. Elə deyir, raketdə o da gedir, sonra qadir yarısı düşür, dənizə tutarız. Və yaxud da yerə düşsə də orada 3 il ot bitməzdi. Bu meteorit kometa zat deyil ki, gedib içəri quyu zat qazıb orada olsa bitmir. Sadəcə onun sapan atmağının gücünü nəzərə çatdırmaq üçün o formada bir ifadə işlənir. Və yaxud da deyir ki, Koroğlu bir dəli nərə çəkdi. Bütün qoşun hərəsi bir yerə dağıldı. Qışqırmaqdır da, bir dənə nərə çəkmək nədir? Qışqırmaqdır, elə deyil. Sadəcə Koroğlunun səsinin qüvvətini, səsinin gücünü nəzərə çatdırmaq üçün elə bir ifadə işlədir ki, Koroğlu bir dəli nərə çəkdi, bütün qoşun hərəsi bir tərəfə dağıldı. Görə, bir nəfərə görə 500 nəfər, 1000 nəfər yoxa çıxdı. Gördünüz? Sonra Koroğlu dastanında başqa bir şey var. Məsələn, bu Keçəl Həmzə qolu məsələsi var da, bilirsiniz. Keçəl Həmzənin Koroğlunu aldatması dəyirmana girir. Orada Koroğlu gəlir, qıratı əlindən verir, Həmzə aparır. Sonra əsəbə-əsəbən qazından ölür. Orada deyir ki, dəyirmana bir qoca kişi öküzlə bağlı arabada buğda gətirmişdi, dən gətirmişdi. Pulunu verib deyir, kişidən öküz alır. İndi bir düşünün, öküz, fuat, öküz. 280-300 kilo olacaq bir böyük heyvandır, elə deyil mi? Bir öküzü yerindəcə kəsdi, yarısını kebab edib yedi. 200 kilonun da lap olsun, o tərəfə qoyaq, 200 kilo olsun, bunun yarısı 100 kilo demək. Birinci öküzün əti kebab eləmək olmur, yerindəcə. İkinci də ki, 100 kilo əti yemək, 100 kilo bir toyun ətidir. Başa düşdüyünüz, Koroğlunun nə qədər çox yemək yediyini göstərmək üçün belə bir mübaliğəyə müraciət ediblər.
Ondan sonra belə bir mübaliğə, Koroğanla başqa bir dənə mübaliğə var orada. Deyir ki, qarı nənə orada yemək gətirir, aş dəmləyir buna. Nə bilim, neçə kilo deyir ki, aş düyü al gətir. Yekə bir qazan deyir, bir toyun deyir, aşı var burada. Deyir, qarı nənə gəl, qazanı deyir, çəkir qabağına, bir şapalaqda qazanın yarısını yeyir, ikinci şapalaqda qazmağı görür. Bu adamın yəni əlinə boy daymış, bu adam nə qədər yemək yiyirmiş ki, əslində çox yemək yiyən bir insandır. Belə hegemon, böyük cüssəli bir adamdır, sadəcə onu o formada bizim nəzərimizə çatdırırlar. Və yaxud dərdlisən nə deyir? Deyir ki, ahımdan dağlar titrədi. Ahımdan dağlar titrədi deyəndə nə demək istəyir uşaqlar? Yəni dərdim çoxdur demək istəyir. Sadəcə bunu bir qələmə verir. Ah çəkmək nədir? Belə oturursan burada. Belə eləyirsən bir də bağırsan ki, kristal bir daha silkələn. Bu şey demək. Başa düşdünüz. Və yaxud da çox ağlamağını nəzərə çatdırmaq üçün deyir ki, gözüm yaşı selə döndü. Sən nə qədər ağlayırsan ki, gözündən axan yaşlar sel əmələ gətirir. Və yaxud da deyir ki, Məcnunun göz yaşlarından səhrada vadilər yarar. Allah sənsən. Bu Braziliyada falan olur, kumsallıqda gözlər zadlar olur, elə bir şey. Başa düşdünüz. Mübaliğə nə olacaq? Allah sizi qorusun. Keçirik üçüncüyə. Üçüncü litotadır. Litota isə cılızlaşdırma, mübaliğanın tam əksi, həddən artıq kiçiltmə deməkdir. Litotada belə bir şey var. Məsəl üçün, bir adam bir də görsən ki, zəifliyib, arıqlayıbdır. Adama deyirsən ki, aya, cümlətə arıqlayıbsən, sən bir dənə çitmə vursan, uçarsan. Və yaxud da yazıq o qədər arıq, o qədər zəifliyib ki, vücudu tükdən incədir. Başa düşə bilirsiniz bu nə deməkdir? Yəni nə qədər cılızlaşdırır və yaxud da o qədər zəifliyib ki, iynənin dəliyindən keçər, sap kimi. Məsələn, Fuad arıqlayıb, Fuada iynəyə taxıb saplayırsan, şalvar tikirsən Fuada. Başa düşdünüz? Litotanın mənasını nə bilir. Nə gözəl. Dördüncü, mənim ən sevdiyim kinayədir. Dəhşət çox istifadə edirəm bunun çünki. Kinayə nədir həmçinin uşaqlar? Bunun başqa bir adı, ironiya deyirlər. Niyə belə ironik ifadələr işlədirsən deyir? İronik, yəni ironiya. Düzdürmü? Təriz də deyirlər buna. Təriz. Kinayə nədir uşaqlar? Kinayənin əslində əsl dediyin ifadə onun daxili mənasına qarşı qoyulan bir ifadədir. Adam tənbəldir, sən ona qoçaq deyirsən. Gördünüz? Dediyin ifadə, zahirdə səsləndirdiyin ifadə daxili ifadəsinə qarşı qoyulur, əksdir. Bax, məsəl üçün, deyək ki, Elxan müəllim dərsə gecikib. Düzdürmü? Elxan dərsə girəndə bir 6 dəqiqə gecikib, deyirəm ki, eşq olsun. Bax, həmişə dərsə belə vaxtında gəl. Əslində nə oldu? Gecikibdir, vaxtında gəlmədi. Və yaxud da hər hansı bir şagird gecə saat 3-ə 4-ə qədər telefonla oynayır. Sonra zorla yatır, səhər-səhər durursan ki, gözləri alma boyda şişib oldu, nə boyda? Gözləri bir boyda. Nə deyirsən ona? Deyirsən ki, babam saat 4-ə kimi dərs oxumaqdan gözləri görlətər şişib. Ki, çox valdeyim, belə kinayə ilə, ironiya ilə danışır övladlarına. Düzdür ki, tam bir ironiya var. Elə deyilmi? Məsəl üçün, doğruluq aldıram ki, doğrudur, filan suallara cavab verir, doğru durur, heç bir şeyə cavab vermir. Deyirəm, aferin. Eşq olsun. Əsl oxuyan uşaq belə olur. Halbuki, tamamilə daxili mənasına qarşı qoyduğum bir ifadə işlədir. Başa düşdünüz, kinayə nədir uşaqlar? Beşinci, bədii sual. Uşaqlar, bədii sualın başqa bir adı həmçinin ritorik sual da deyirlər. Ritorik sual. Bədii sual normal sual cümləsindən fərqləndiyi məsələ odur ki, cavab tələb eləmir. Yəni, burada artıq qayıdıb nəyəsə cavab verə bilmirsən, mənasız çıxmış olur. Yenə qayıdıram Elxana. Deyirəm ki, Elxan gecikib 5-10 dəqiqə. Elxan, dərsə də bu qədər gecikərlər. Əslində mən demək istədiyim odur ki, Elxan, dərsə bu qədər gecikməzlər. Sadəcə onu bir ifadəli şəkildə Elxana çatdırıram ki, lap qanun verəsin. Deyirəm ki, Elxan, dərsə bu qədər gecikərlər. İndi Elxan qayıdıb deyə bilərmə? Əlbəttə, mən niyə gecikmirlər? Başa düşdünüz? Və yaxud da bu bayaq gözləri şişən uşaqlar var deyə dedim, telefonla oynayan. Gəlib deyirsən ki, valla saat 4-ə qədər telefonla oynayarlar. Əslində oynamazlar deməkdir. Heç böyüyün üzünə alırlar, olmazlar deməkdir. Heç balaca uşağa, körpə uşağa əl qaldırarlar. Niyə qaldırmırlar? Şapala vursan qulağındırsan ki, dərsi olur. Anladın Zəhra? Şəvət, başa düşdündə yəni? Uğur, yuxun şirin olsun. Nəsə yuxu zat görsən bizə də deyirsən.
Bu bədii sualdır uşaqlar. Məsəl üçün şeirlərdə çox rast gəlir. Yəni Füzulinin bayaq dediyim şeirlərində məni candan usandırdı, cəfadan yar usanmazmı? Bu deməkdir ki, sən məni canımdan bezdirdin də, amma özün bezmədin. Özün bezmədiyin ifadəsini deyirəm ki, sən heç bezməzsənmi? Sən mənim axırıma çıxmadan məndən əl çəkməyəcəksən. Bəzən valideynlər uşaqlara deyirlər, o mübarək uşaqlar olur, heç valideynə əziyyət verməyən. Bu da kinayədir təbii ki. Valideyn deyir ki, abala sən məni öldürməmiş əl çəkməyəcəksən. Əslində bu nədir? Ritorik sualdır, bədii sualdır. Amma bəzən bir şeir çıxar qarşımıza, deyər ki, budaq niyə nə ələ çəkir? Arxasından deyər ki, arxasında qarlı dağ var. Budaq niyə nə ələ çəkir? Sual verir, amma altından cavabını verir. Bu artıq şeir də olsa bədii sual sayılmır, çocuklar. Oldu mu? Uğur olsun. 6. Bədii təzad. Uşaqlar, təzad nə deməkdir? Deyir ki, sənin danışığınla sənin həyatın arasında bir təzad var. Nə deməkdir? Danışanda elə dinli imanlı danışırsan, amma həyatıma baxıram ki, əl-əyri adamsan. Başa düşdünüz? Belə bir ifadə var. Bədii təzadda bir-birinə əks olan sözlər işlənir, uşaqlar, cümlələrdə. Məsələn, bir dənə belə bir şeir yazıram. Həyat var ki, ölüm, özümdən gəlir. Ölüm qədər zəhərli, ölüm var ki, həyatdan da dəyərli. Məsəl üçün, rəhmətli Polat Həşimov kimi bir insanın ölümü nədir? Yəni, yaşamasından da, həyatdan da, hər şeydən daha dəyərli bir şeydir, deyək ki. Amma həyat var ki, ölüm qədər zəhərlidir. Yəni, bəzi insanlar vardı, indi göz qabağımızda görürük. Yəni, elə bir yaşayış yaşayır ki, heyvan belə elə yaşamır. İndi buradakı təzadlar nədir? Həyat var, ölüm var. Dəyərli var, zəhərli var. Bir-birinə əks olan ifadələr. Düzdürmü? Təzadı biz başqa formada da görə bilirik. Məsəl üçün, Leyli və Məcnun poemasında Məcnunun dostları gəlib ona deyirlər ki, yadınıza gəlir də Şəfəq, 2 mərtə oxuyurduq da keçəndə. Məcnunun dostları deyirlər ki, çöldə gül çağırır, bülbül. Bülbül, zəhmət olmasa düz otur, dik otur, ay sağ ol. Nə var? Sən isə qəmin içərisindəsən. Sən isə göz yaşı tökürsən burada. Ay sağ ol. Gedirlər gəzməyə, səhrada gedirlər, qumda gəzirlər. Başa düşdünüz? Burada bir bədii təzad var, amma məna olaraq təzad götürülür. Yəni, çöldə yaz havasıdır, yaz var, günəş, gül, çiçək, bülbül. Amma sən içərdə oturursan, sanki qış yuxusuna getmirsən, dərddə qəmdəsən. Bu da təzad sayılmış olur. Hər sonun bir əvvəli, hər əvvəlin bir sonu var. Əvvəl, son. Meyxanə yollarsanlar bilirlər. Oldu millət. Bədii təzad. Sonra nə qaldı? Təkrir var. Təkrir mətnlərdə çox istifadə olunmur. Eyni səslərin, eyni sözlərin, cümlənin əvvəlində və yaxud da cümlənin sonunda təkrar olaraq gəlməsidir. Başqa burada nəsə qaldı uşaqlar? Hə, uşaqlar. Bir dənə nə qaldı? Bədii xitab qaldı. Bədii xitab. Bədii xitab nədir? Uşaqlar, bədii xitab adından göründüyü kimi bədiiləşdirilmiş, məcazi, fərqli bir xitabdır. Məsəl üçün, təbiət hadisələrinə Fatimə. Allah səni güldürsün həmişə, dərsdən çıxandan sonra güllər sıxılır. Bədii xitab. Məsəl üçün, Mikail Müşfiq yağış şeiri var da, yağ ey yağış, fikrim kimi, hissim kimi. Məsələn, orada ey yağış deməsi bədii xitabdır. Qop ey tufan, nə bilim, dalğalan ey dəniz, nə bilim, bu formada şeylər var ki, təbiət hadisələrinə müraciətdir. Bədii xitab sayılmış olur. Həmçinin başqa bədii xitablar nə var? Məsələn, əzizim, bədii xitabdır. Bayaq dediyimiz kimi, gülüm, ceyranım, çiçəyim, böcəyim, bunlar hamısı yenə də bədii xitab sayılmış olur. Böcək, elə bədii xitab sayılmış olur. Gülüm, çiçəyim, həmçinin həm. Şöyle, bir də başqa bir şey deyim. Ola bilsin ki, haradasa qarşınıza çıxmış ola bilər. Bir qarışdırılan problemli bir situasiyadır. İbrahim, məsəl üçün deyir ki, kimi qoşmasını hər yerdə gördüyümüz zaman təşbih götürə bilmirik. Ya, bəzən olur ki, nə var? Orada litota meydana çıxır. Deyir ki, Koroğlu
Aslan Paşanın qoşununu məsəl üçün bir ifadə deyirəm. Çəyirtkə kimi ayaqlamağa başladı. Orada ordunun əsgərlərini o qədər cılızlaşdırır ki, onlara edir cansız bir çəyirtkə. Burada kimi qoşması olsa da bu litotadır, təşbih deyil. Çünki təşbihdə daha gözəl bir əlamətə bənzəmişdir. Və yaxud da Vaqif əsərində Qacarın əsgəri deyir ki, Eldarın dəstəsi gəlir irəli, qırır sərsə kimi bizimkiləri. Sərsə kimi deyəndə nə demək? Sərsə cılız da, belə tutursan, qanadan dartırsan ayrılır. Burada artıq bir litota var. Yəni, Qacarın əsgərlərini cılızlaşdırır və sərsəyə bənzətmiş olur. Başa düşdünüz? Bu da litotadır, yəni nə zamansa qarşımıza çıxsa yazarsın inşallah. İnşallah, bədii üslubdan bu qədər. Bədii təsvir və ifadə vasitələrində inşallah ki, xətm elədik, yekunlaşdırılır.